Hər kəsə salam. Bugün bir mövzu haqqında danışmaq istərdim. Mövzumuz sistemlərdir. Sistemlər xalq arasında bu adla məşhurdur. Elmi ədəbiyyatda isə dərman maddələrinin vena daxili orqanizmə köçürülməsi deməkdir. Nə deməkdir vena? Ümumiyyətlə məsələn nümunə göstərim. Bu mənim əlimin üzərindəki mavi damarları görürsüz. Baxın, bunlar venadır. Bir də arteriyalar var. Venaların funksiyası bədəndə müxtəlif mübadilə proseslərindən keçdikdən sonra, tərkibindəki qida maddələrini müxtəlif orqanlara çatdırdıqdan sonra qanın ürəyə daşınmasına xidmət edirlər. Bir də arteriyalar var ki, hansı ki onlar da qanın ürəkdən çıxıb orqanlara gedib çatması ilə məşğuldurlar. Yəni funksiyaları budur. Və tibbdə necə ki, ümumiyyətlə bu damarlar qanı ürəyə aparır. Eyni zamanda müasir tibbdə də bəzi dərman vasitələrini məhz bu damarlar vasitəsilə orqanizmə yeridirlər. Ümumiyyətlə arteriyalarda da, yəni digər dediyim qanı ürəkdən toxumalara daşıyan damarlarla da müxtəlif dərmanlar verilir təbii ki, amma ən çox yayılmış, ən rahat versiyası bunun bu venalar vasitəsilə dərmanların orqanizmə köçürülməsidir. Və bu təbii ki, çox önəmli bir belə deyərdik, nailiyyətdir tibb elmində. Çünki dərman maddələrinin orqanizmə məhz bu yolla köçürülməsi bir çox hallarda həyat qurtarıcı olur. Məsələn, əgər bir şəxs kəskin allergiyadan əziyyət çəkirsə, saniyələr içində allergiyası pisləşibsə, tənəffüs yetməzliyinə qədər gətirirsə, boğulmaya gətirib çıxarırsa, bu allergiya əleyhinə bəzi maddələr var ki, hansı ki, onlar belə deyək, təcili yardım tibbində istifadə olunur. Bu maddələrin tez bir zamanda orqanizmə daxil olması üçün vena daxili verilməsi həyati önəm kəsb edir. Yaxud da çox hallarda, məsələn, kəskin ağrıları olan şəxslərə bu ağrılarını sakitləşdirmək üçün yenə ağrı-kəsici maddələrin damarlar vasitəsilə orqanizmə yeridilməsi çox hallarda xəstənin dəqiqələr içərisində ümumi vəziyyətinin çox yaxşılaşmasına gətirib çıxarır. Belə ki, tibbin ən önəmli belə yazılmayan qaydalarından biri də odur ki, əgər xəstənin ağrısı varsa, birinci ağrını aradan götürməyə çalışmaq lazımdır. Yəni bu nöqteyi nəzərdən götürdükdə dərman maddələrinin orqanizmə damar vasitəsilə daxil edilməsi əlzəmdir və yaxud da belə deyək, kəskin iltihabi hər hansısa bir xəstəlik baş verib orqanizmdə, bu ağciyər iltihabı ola bilər, pnevmoniya dediyimiz, yaxud da müxtəlif bağırsaqlarda iltihab ola bilər hər hansısa bir orqanda və bu özünü əgər temperaturun qalxması, qanda iltihabi dəyərlərin yüksəlməsi ilə göstərirsə, bu hallarda antibiotik də verilirsə, yenə antibiotiklərin orqanizmə damar yolu vasitəsilə daxil edilməsi çox önəmlidir. Günlər içərisində sağalmaya gətirib çıxarır. Buradan bunu başa düşürük ki, bu şübhəsiz vacib bir müalicə metodudur. Ancaq digər tərəfdən bu müalicə metodu günümüzdə həddən artıq istifadə edilməyə başlanıb. Əslində bu bir neçə ildir belədir. Sadə bəsit maddələr belə, hansı ki, onları tablet formasında şəxs qəbul eləsə də yenə eyni effekti alacaq ya da ümumiyyətlə almayacaq, bu maddələrin vena daxili istifadəsi və bəzən də çox hallarda hətta bizim ölkəmizdə ev şəraitində bunların həyata keçirilməsi çox yayılmış bir durumdur. Ancaq bu durum özü ilə bərabər təhlükələri də gətirir. Ümumiyyətlə, belə məsləhət görərdim ki, hər hansısa bir dərman maddəsi vena daxili verilməlidirsə, bu ev şəraitində olmasın qəti bir şəkildə. Bunu xəstəxana daxilində edilməsi gərəkdir və təcrübəli şəxslər tərəfindən həyata keçirilməsi lazımdır. Çünki hər bir maddənin, hər bir dərman vasitəsinin potensial olaraq allergiya yaratma ehtimalı var ən azından. Və əgər allergiya dəqiqələr içində anafilaktik şok dediyimiz ən ağır versiyasında olarsa, yəni dəqiqələr, saniyələr içində tənəffüs yollarının şişməsi və bunun nəticəsində də boğulmaya gətirib çıxararsa, bu halda yaxşı olar ki, hətta lazımdır ki, bu həmin maddələr ev şəraitində yox da xəstəxana şəraitində verilsin. Digər tərəfdən, bizdə belə bir məşhur tendensiya var, xüsusilə də bu yaşlı nəsil arasında yayılıb və gənclər də yaşlı nəsildən təbii ki, görür və bunu tətbiq etməyə başlayır. Sadə bir durumda, sadə bir
virus infeksiyası, yoluxma, yəni virus infeksiyasına yoluxmuş, belə deyək, tənəffüs yolları iltihabında, qrip halında belə, yəni tez şəkildə insanlar istəyirlər ki, beynəldaxili bu sistem adlandırdığı, yəni beynəldaxili dərman maddəsini tez zamanda əldə eləsinlər. Ev şəraitində yaxud da fərqi yoxdur, ancaq bu maddəni əldə eləsinlər. Və məsələn, içində çox zamanda maraqlanmırlar və bu bəzən də baxırsan ki, həmin o sistem üçün yazılmış reseptin tərkibində ringerdə hansı ki, müxtəlif elektrolitlərlə zənginləşdirilmiş mayedir. Digər tərəfdən müxtəlif vitaminlər ola bilir əksər hallarda. Və bu insanlar, yəni biz bu maddələri bu sistem vasitəsilə almağı çox həlledici bir faktor kimi görürük. Sanki bu şəkildə sağalacağıq tez zamanda. Halbuki reallıqda belə deyil. Əgər biz məsələn məsləhət görürük ki, əgər bir insan ağız vasitəsilə maye qəbul edə bilirsə, soyuq dəymələrdə zərurət olmadığı müddətcə elə ağız vasitəsilə də həmin mayeni içsin, nəinki damar yolu. Birincisi, damar yoluyla da orqanizmə daxil edilmiş maddələr, yəni infuzyonlar allergiya yaratma potensialına sahibdirlər. İkincisi, təcrübəsiz şəxslərin nəzarəti altında bu gedərsə, tez bir zamanda damarın, həmin maddə axan damarın zədələnməsinə gətirib çıxara bilər. Göynəmə hissi, qaşınma hissi verə bilər. Hansı ki, bu da daha sonra həmin nahiyədə şişmə, iltihab əlamətləri yaradır. Və yaxud da yetəri qədər dezinfeksiyaya riayət edilmədikdə dərinin iynə ilə deşilməsi damar daxilinə bakteriyanın, dərinin üzərində olan hər hansı bir bakteriyanın tez bir zamanda qana keçməsinə səbəb ola bilər. Və yaxud da bəzən dezinfeksiya qaydalarına riayət edirsən, ona rəğmən yenə də infeksiya yoluxma ehtimalı yarana bilir müxtəlif səbəblərdən. Buna görədir ki, və bu da daha sonrasında, onu demək istirdim ki, ağır iltihabi prosesə gətirib çıxarır. Sadə halda lokal olaraq həmin nahiyədə şişmə, qızarma ola bilər. Ağır halda isə bu sepsisə qədər, yəni bütün orqanizmdə belə deyək ki, ağır iltihabi reaksiyaya səbəb ola bilər ki, bu da doğru müalicə görülmədikdə ölümə qədər aparan ağır bir durumdur. Ona görə də buradan belə bir sual çıxır. Həqiqətənmi beynəldaxili inyeksiyalar hər bir durumda zərurətdirmi, yoxsa müəyyən qədər həkim məsləhətini də dinləmək ya da həkimlə məsləhətləşmək lazımdır ki, filan şeyi iynə daxili qəbul etmək olarmı, yoxsa bunun tablet kimi alternativi də varmı? Və əgər varsa ki, çox hallarda var, yaxşı olar ki, məsləhətdir ki, yanaşı bir xəstəliyiniz yoxdursa, ağızdan qəbul edilməsində hər hansı bir problem törədəcək bir, belə deyək, həzm orqanları problemi yoxdursa, bu halda yaxşı olar ki, həmin dərmanı elə tablet şəklində qəbul edilsin. Və bir də hər hansı bir yüngül soyuq dəymə, yüngül qrip olduğu durumlarda özümüzü ya həkimə qaçıb, həkim razı olmadığında tibb bacısının məsləhəti ilə, yaxud da hər hansı bir tibb personalının məsləhəti ilə müxtəlif tamamilə faydası təsdiq olunmamış, ən azından beynəldaxili inyeksiyası, beynəldaxili qəbulunun faydası tamamilə təsdiq olunmamış, bilinməyən, elmə sübut olmayan şeylərin beynəldaxili istifadəsindən olduqca qaçmaq lazımdır. Və biz belə halda nə deyirik? Əgər şəxs ağız yolu vasitəsilə maye qəbul edə bilirsə, o zaman elə ağız yolu vasitəsilə də qəbul eləsin, azar-azar. Zaten bizim elə bir gözəl, möhtəşəm orqanizmimiz var ki, və orqanizmin elə gözəl kompensasiya mexanizmləri var ki, vacib deyil ki, bir dəfəyə 1 litr, 2 litr su içəsiz, onsuz ki, bu ziyanlıdır. Ancaq azar-azar belə o su içmək özü nə qədər dərmandan daha artıq orqanizmə fayda gətirir. Təşəkkür edirəm dinlədiyiniz üçün. Fikirlərinizi kommentlərdə gözləyirəm və bu videonu da sistem marağı, sistem həvəskarı olan şəxslərə göndərərək onların da fikirlərini öyrənmiş ola bilərik birlikdə. Təşəkkürlər.